Yallah. Salam aleykum mənim dəyərli izləyicim. Hər vaxtınız xeyir olsun inşallah. Bir dəqiqə bax bu videonu keçmə. Videonun sonuna kimi bax. Xahiş edirəm səndən. Özü üçün tikilmə evlər yalnız bizdə. Dəyərli izləyicim, idealın idealı. Gör nə deyirəm, and olsun Allaha, sarayda bu cür səviyyədə ev yoxdur. 4 sot yarının içində özü üçün tikilmə. Bu evin sahibi tikinti materiallarla satışından məşğul olan adamdır. Deyir Vahid, bu ev ümumiyyətlə satış niyyəti ilə, yəni məqsədim olmayıb da, yəni ən bahalı materiallardan istifadə eləmişəm. Deyir, hətta çox üzr istəyirəm eşidənlərdən, unitazına, tək unitazına 400 manat pul vermişəm. Bax, ideal bir dənə həyəti. Bax, dəyərli izləyicilər, həyətində ideal bir dənə sanitar qovşağı. Həyət üçün. Bir dənə səliqə səhmana fikir verin də həyətdə. Bax, toyuqda saxlamaq üçün ideal yeri, bax, orada toyuqlar qalır, bura setkası. Dəyərli izləyicilər, həyətində balaca bir dənə ledli mətbəxi. İndi bilirsiniz də, hər yeməyi evdə pişirmək olmur. Dəyərli izləyicilər, həyət üçün, bax, yay üçün qəşəng bisetka. Hələ bura bir dənə jal yüz yığdırırsan, olur qış üçün bisetka. Evin 4 bir yanından keçid eləmək olur. Evimizin ərazisi Nazim marketdən içəri girəndə düz asfaltının qutaracağındadır, dəyərli izləyicilər. Evin altı qupquru ərazisi var, 40-dan 1-dir. İndi sizə nəyə göstərəcəm? Bax, həyətində bulağı, evin yan dövrəsinin bir dənə zəhmət olmasa çək. Hər iki tərəfdən dəyərli izləyicilər, evin yan dövrəsindən yeri var. Gəl bura qardaş, bir dənə zəhmət olmasa buranı da bir dənə götürür. Dəyərli izləyicilər, evin aşağısında bir dənə yer göstərəcəm sizə. Gəlin bura. Yəni Saray qəsəbəsində dəyərli izləyicilər, bir daha bura baxın. Balon bankə yığırsan, bax kombisi buradadır. Özdə 32'lik ən bahalı kombidəndir. İndi keçid edirik evin içinə. Bax bu evimizin çıxarışıdır, bu da texpas koltudur. Bunlar kənd təsərrüfatı təyinatdır, biləsiniz. Bax bu evin giriş hissəsidir. Bura sonradan elə bilin ki, tikilib. Bir dənə budur. Bax, tək daş olan yer. Evin başlanğıc hissəsi. Bax, cüt daşdır. Dur orada karqanın başında. Bir dənə bunun zəhmət olmasa götür qıraqdan, qardaşım. Ev sahibi deyir ki, özüm balıqçıyam. Bax, öz rəsm əsərimi yaratdırmışam divarda. Gözəl bir dənə rəsm əsərdir. 4 otaq, koridorundakı genişliyin görürsə təmiz 2 metr. Bir dənə bu mətbəxinə bax. Mətbəxə bax. Vallahi deyirəm, bu günlərim Saray qəsəbəsində belə bir dənə ideal yoxdur. Keçək bir dənə zəhmət olmasa. Maşallah, maşallah. Bura sanitar qovşağı, ayaq altı istipoldur. Görün necə düşünülüb, bax. Görürsünüz dəyərli izləyicilər, bütün şkafla, hər şeyinə kimi. Bura da istipol, yuxarı asma tavan. İdeal bir dənə evdir də, dəyərli izləyicilər. Bu evə real gəl, bax. Yəni, bir dənə söz tapa bilmərsən də, deyəsən ki, vaxt idi, mən bunu bəyənmədim. Gəl bura, ay maşallah. Dəyərli izləyicilər, super, ideal. Ev istəyirəm, özü üçün tikilmə, belə bir şey yoxdur, dəyərli izləyicilər. Buranı bir dənə zəhmət olmasa götür, qardaş. Maşallah olsun, dəyərli izləyicilər. Ev sahibi deyir ki, 2 kondisionerim var, birini saxlayacam. Ola bilsin ki, dəyərli izləyicilər, ikisini də saxladır, ikinci sual altındadır. İndi birini nağdı saxlayır. Onu gələndə danışmaq lazımdır. Bütün pəncərələrindəki dəyərli izləyicilər, reşotkalar hər tərəfli, mərkəzi kanalizasiya sisteminə kimi. Gəlin bura, qardaşım. Ay maşallah, evə bax. Dəyərli izləyicilər, ideal. Hələ sizə finala bir dənə bir şey göstərirəm. Bir dənə qardaşım, icazə ver. Bir dənə buna baxın. Dəyərli izləyicilər. Buna bax bir dənə. Görün necə, bura səri çəkirsən ki, düşür mü kameraya? Fikri ciddi real müştəri olsa, ev sahibi deyir ki, start qiymətim 113.000 manatdır. Amma real alıcı ilə, deyir, şəxsən bu evin üstündə birinci real alıcı ilə razılaşacam. Salam aleykum, dəyərli izləyicilər.